Əleyhissalam buyurur ki, Allaha doğru ilk addım insanların haqqına riayət eləməkdir. İnne rabbeke lebil mirsad. Quranda ayə var. Sənin Rəbbin puskuda dayanıb. Mirsad pusku deməkdir. İlla qiyamətdə bir döngə var ki, orada insanların haqları soruşulacaq. Haqlar. Bir ən çətin an budur ki, əlvi qaldıracaqlar, kimin bundan nə tələbi var gəlsin. Onda insan yerin altına girmək istəyəcək. Qeybətlərin hesabını cəmaat istəyəcək səndən. Danışdığın sözlərin hesabını, qəlb sındırmısan onların hesabını. Hamısını istəyəcəklər. Bir arif deyirdi ki, Allah ərhəmər rahimindir oğlum, oğluna deyirdi. Allahla öz hesabın asan olacaq, amma cəmaat ərhəmər rahimin deyil. Cəmaat rəhimlərin rəhimlisi deyil. Cəmaat haqqını istəyəcək. Özdə halal elə qardaşım, burada deyirlər. Nə gəldi eləyirsə, o ki, halal elə qardaşım. Mən də deyirəm, mənə müraciət eləməyə heç ehtiyac yoxdur. Mən halal eləmişəm hamısını. Hamısını halal eləmişəm, amma yenə də